Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu günəm yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim mən LG televizorları üçün SSI necə qurulum elənir, necə qurlaşdırılır, ətraflı şəkildə sizlərə izah eləməyə çalışacağım. Zəhmət olmasa videomuza baxmazdan əvvəl çox adamın yadından çıxır, like qoyub və yorum yazmağı yaddan çıxartmayın. Bu proqram LG televizorlarında, Toshiba televizorlarında, bəzi yeni çıxmış nəsil Samsunglarda fəaliyyət göstərir və çox gözəl də bir proqramdır. Əvvəlcə LG televizorunuzda Apps bölümünə giriş eləyirsiniz, yəni proqram axtarış hissəsinə giriş eləyirsiniz. Giriş elədikdən sonra axtarış bölüm hissəsinə SS bunu yazırsınız və SS yazdıqdan sonra SS-in proqramını yükləyirsiniz. Və həmin bu proqramdır. Diqqətli şəkildə baxın. SS proqramı yükləndikdən sonra bu ayarlar bölümünə gəlirsiniz, bu açar bölümünə. Açar bölümünə gəldikdən sonra burada istədiyiniz bütün dilləri seçə bilərsiniz. Türk dilinə seçib və buradan bağlantı kodu deyilən bir alan var. Ora kodu al sözünə giriş eləyirik. Bax buradakı kodu, bu diqqətli kodu diqqətli şəkildə yadınızda saxlayın. Sonra isə bunun rəsmi öz veb saytına Google'da SS Playlist hissəsinə giriş eləyirik. SS Editor proqramı gələcək, Playlist Editor və bu proqrama giriş elədikdən sonra Enter kodu və buradakı kodu, bax bu kodu yazacaq. İndi isə sizin gözünüzün qabağında XX J nəzərinizə çatdırım, hamısı böyük hərfdən olmalıdır. J, Z. ADD device sözünü basırsınız. ADD device sözünü basdıqdan sonra external playlist sözünü basırsınız burada. Və agree deyirsiniz. Artıq ADD sözünü basırıq təzədən yenidən. Deməli, birinciyə playlistin adını yazırıq. Məsələn, Türk. İkinciyə isə sizdən lazım olan URL qismini yazırsınız. Sonra isə bu qisminə playlisti yazırsınız. Hər hansı bir playlistinizi yazdıqdan sonra OK sözünü basırsınız. Məsələn, sonra isə hələ çıxış eləmirsiniz və sonra isə bir dənə save sözünü buradan basdıqdan sonra bu save sözünü basırsınız. Sonra isə SS-in içinə daxil olur. SS-in içinə daxil olduqdan sonra nəzərinizə çatdırım ki, bu verdiyimiz sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış bir videodur. Heç bir etikadan kənar bir videolar bizim kanalımızda paylaşılmır.
geri bunun üzərinə bir dənə basırsınız. Bax, back sözü var burada. Back sözünü basırsınız və qəbul elədiyiniz sonra isə gəlirsiniz. Bax, buranın üzərinə. Halbuki playlistə əlavə et sözünün üzərinə gəldikdən sonra burada vurursunuz və yükleniyor sözü yazır. Yükleniyor sözü yazdıqdan sonra məsələn yazdığınız həmin o playlistin adı bura gəlir, düşür və artıq daxil olursunuz həmin playlistin içinə. Hal-hazırda mən playlist əlavə eləməmişəm. Sizlərə sadəcə bilgiləndirmə məqsədi ilə paylaşmışam bu videonu. Burada həm telefondan göstərdim, həm də indi isə buradan keçid eləyəcəm telefon ekranına. Telefon ekranı vasitəsilə də sizlərə bunu ətraflı şəkildə başa salacağım. Bu günlərim SS-in qurulumunu sadəcə sizlərə başa saldım. Çox adamlar bunu məndən istəyirdi. Zəhmət olmasa, indi bundan sonraki videolarımıza baxın və like atın. İzləmədə qalın. Hələlik. Gözəl insanlar, əvvəlcədən göstərdim onu. İndi yenidən bir göstərirəm. SS sözünü yazırsınız. Kanal ekləmə sözünü basdıqdan sonra qarşınıza çıxan bu SS-in rəsmi saytı var. Bura daxil oluruq. Bura daxil olduqdan sonra televizorunuzdakı kod hissəsini bura daxil eləyib ADD device basırıq. Həmin o televizorda görünən kodu bu hissəyə yazırsınız. ADD device elədikdən sonra external playlist hissəsinə keçid eləyirsiniz və ADD item yazırsınız. ADD item yazdıqdan sonra həmin bu hissədə item 5 olan hissəni bunun adınızı yazırsınız və yaxud da playlistin adını yazırsınız. Məsələn, mən nəsərsən sənə yazıram və bu qisminə bizim öz URL qismini yazırsınız. Məsələn, bu hissəni siz görə bilməyəcəksiniz. Çox təəssüflər olsun ki, bunu yazdıqdan sonra başqa heç nəyə qurdalanmırsınız. OK sözünü basırsınız. OK sözünü basdıqdan sonra bir dənə save sözünü basırsınız. Bu hissəni basdıqdan sonra daşısını əvvəlcədən sizlərə göstərmişəm. Necə eləmək lazım olduğunu çox süper şəkildə işləyəcəkdir. Əgər hər hansı bir playlistiniz yoxdursa, abunəliyiniz yoxdursa, zəhmət olmasa WhatsApp şəkildə bizlərə bildirərsiniz. WhatsApp şəkildə biz sizə ən yaxşı və ən keyfiyyətlisini sizlərə təqdim eləyəcəyik. İzləmədə qalın, hələlik. Gözəl insanlar, bəzi insanlar var ki, bizim kanalımıza video gələndə həmin dəqiqə giriş eləyə bilmir, keçmiş videolarımıza baxır. Nəzərinizə çatdırım ki, kanalımıza abunə olmağın tez bir şəkildə videomuzun qarşınıza çıxmağımızı istəyirsinizsə, kanala abunə olduqdan sonra bildirimləri aç sözünü basdıqdan sonra icazə verirsiniz buradan və bildirimləri açdıqdan sonra diqqətli şəkildə baxın, həmin bu qalışqanı tümü şəkildə eləyin. Burada yox eləsəz, ümumiyyətcə bildirişlər gəlməyəcək. Burada kişisəl eləsəz, təkcə bir dənə bildiriş gələcək, arada bir gələcək. Amma tümü eləsəz, bütün videolarımızın hamısı yüklənən kimi sizlərə birbaşa məlumat verəcəyik. Nəzərinizə saxlayın bu videolarımızı, bu fikirlərimizi. Əziz dostlar, bir də bəzi insanlar var ki, deyir nədəndir? Yorumlarda sabitlədiyim, fikir verin, diqqətli şəkildə baxın videolarımıza. Burada yazır, yorum sahibi tərəfindən sabitləndi. Siz kanalımıza abunə olub, bildirimləri təmiz şəkildə aktiv elədikdən sonra, burada yoruma girdikdə, yorum eşlə sözündə, diqqətli şəkildə baxın, kanala abunə olmuşam, başqa səhifədir. Burada birinci şəkildə gəlib düşür. Həmişə bu hissəni zəhmət olmasa dəqiq şəkildə oxuyun. Oxumasanız, istədiyiniz şeyləri eləyə bilməyəcəksiniz. Çünki buranı həmişə oxumalısınız. Bu bizim vacib olan bir şeylərdən biridir. Oxumasanız, düzgün şəkildə qoşa bilməyəcəksiniz. Hər hansı bir probleminiz də varsa, buradan bir dənə deyin, qardaş, məsələn, filan şeydir və yaxud da ən əsası da quraşdırdıra bildiksə, çox sağ ol sözünü
yazın bura. Bir dənə də ürək sözünü yazın. Əgər xoşunuza gəldinizsə, bizdən dəstək eləmək istəyirsinizsə. Yenə də deyirəm, hər hansı bir probleminiz varsa, kanalımıza abunə olub bildirimləri tümü şəkildə aktiv eləyin. Bugünkü videomuzda bu qədərdir. Sabahlarım yox, bir gün super bir dənə videomuz gələcəkdir. İzləmədə qalın.